If operatoruna keçməzdən öncə dəyişən tiplərindən məntiqi tipi də sizə göstərmək istəyirəm. Məntiqi tipi bildikdən sonra if operatoruna keçsək daha yaxşı olar. Qarışıq olmasın deyə o bir videoda demirdim bunu. Let A bərabərdir, məsələn, true ifadəsi və yaxud let B bərabərdir false. True, false nədir? True bir əməliyyatın doğruluğunu bildirir. Yəni, bir şey doğrudursa, bu true alır. Bir şey yanlışdırsa, bu false alır. İndi daha ətraflı deyim. Məsələn, let A bərabərdir, mötərizə açıram, yazıram 5 böyükdür 4. 5-in 4-dən böyük olması doğrudur. Həqiqətən 5 4-dən böyükdür. Bu zaman bunun qiyməti true alınır. Məsələn, baxaq, alert aylayıram. Gördüyümüz kimi true qiymətini alır. Amma 5-in 4-dən kiçik olması, 5 kiçikdir 4 yazıram, mötərizədə yazam. 5 kiçikdir 4 yazıram, gördüyümüz kimi false alınır. Yəni, bir şey ya true ola bilər, ya false ola bilər. Bu, həmçinin 0-1 də deyə bilər. Yəni, məsələn, doğrudursa 1 alır, yanlışdırsa 0 alır. Yəni, true 1-dir, false isə 0-dır. Doğrudursa 1, yanlışdırsa 0. Mötərizədə də yazırıq bu şəkildə. 5 böyükdür 4. Yəni, 5 böyüksə 4-dən doğrudursa true qiymətini alır, əks halda false qiymətini alır. Burada type of yazıb, type of A yazaq. Yeniləyirəm səhifəni. Boolean. Gördüyümüz kimi tip olaraq boolean göstərir. Yəni, məntiqi tipdir. Bundan əvvəlki videoda baxmışdıq. String, number tiplərinə baxmışdıq. Bundan sonra boolean tipi gəlir. Boolean də qeyd edədiyim kimi məntiqi tipdir. Yəni, məntiqi dəyişənləri göstərir. True və false qiymətini alır. Yəni, bu tip dəyişənlər. İndi gələk if operatoruna. If operatorunun da bunun istifadəsini görəcəyik. Sadəcə ondan əvvəl bunu bilməyimiz yaxşı olar. If operatoru şərtlərin yoxlanılması üçün istifadə olunan bir operatordur. Yəni, şərtlərin yoxlanılması necə? Tutaq ki, biz bir adam saytı daxil olur, məsələn, adını daxil edir və yaxud parol daxil edir. Biz parol doğrudursa, demək istəyir ki, məsələn, xoş gəldiniz. Parol yanlışdırsa, demək istəyir yanlışdır. Və yaxud istifadəçidən bir sual soruşa bilərik ki, 5 vur 4 neçə edir? Məsələn, Azərbaycanın paytaxtlarıdır. Adam doğru cavab yazsa, deyərik doğrudur. Yanlış cavab yazsa, deyərik yanlışdır. Yəni, şərt var ortada. Yəni, istifadəçinin girişinə əsasən biz nəticəni müəyyən edirik və yaxud başqa şeylərə əsasən. Və yaxud havanın temperaturu. Tutaq ki, havanın temperaturu 30-dan yuxarıdırsa, biz yazırıq ki, istidir. 30-dan aşağıdırsa, yazırıq ki, soyuqdur. Məsələn, belə bir hallar var. Baxın, bu tip hallarda if operatorundan istifadə oluna bilir. Qeyd edək, məsələn, if. Bu if sözü ilə yazılır. Əvvəlcə bir istifadəçidən bir qiymət götürək. Let ABB prompt Azərbaycanın paytaxtı haradır? Məsələn, ABB prompt. Burada artıq istifadəçi daxil edəcək. İstifadəçi nə daxil etsə, A-nın qiyməti o olmuş olacaq. Biz artıq burada if-i yaza bilərik. If yazırıq, mötərizəni açıb bağlayırıq və burada qiymət yazırıq. Məsələn, A-nın qiyməti bərabərdirsə Bakıya. Burada 2 bərabərlikdən istifadə edəcəyik. A-da 2 bərabərlik ifadəsindən istifadə edəcəyik. Yəni, A bərabərdir. Adi şəkildə qiymət ötürəndə A bərabərdir 5. Heç, burada 1 bərabərlikdir. Amma if-də yazırıqsa, if-də həvəki 2 bərabərlikdən istifadə edəcəyik. A bərabərdir Bakı. Bundan sonra fiqurun mötərizə açırıq, bağlayırıq. Artıq A-nın qiyməti Bakı olarsa, o zaman bu fiqurun mötərizənin içindəki əməliyyatlar yerinə yetirilir. Mən yazarım ki, alert doğru cavab verdiniz. Şimdi səhifəni yeniləyək. Gördüyümüz kimi burada çıxır, mən yazam Bakı. Görsünüz yazılır, doğru cavab verdiniz. Amma mən başqa bir şey yazsam, Gəncə, o zaman heç bir şey çıxmır. Gördüyümüz kimi burada şərt yoxlanılır. A bərabərdir prompt. Yəni, Azərbaycan paytaxtı haradır? İstifadəçi doğru cavab verirsə, biz burada yoxlayırıq. A-nın qiyməti Bakıdırsa, çıxır alert doğru cavab verdiniz. Bu şəkildə şərtə əsasən nəticə göstərmiş olur. Və yaxud başqa bir nümunəyə də yaza bilərik. Yaşınızı daxil edin. Yaş. Məsələn, yaş 18-dən böyükdürsə, yazılır ki, yetkindir. Məsələn, if A böyükdürsə 18, alert yetkin. Baxaq, səhifəni yeniləyək. Məsələn, yaş 20, gördüyümüz kimi yetkin. Amma başqa bir şey yazanda 15 burada çıxmır. Burada, baxın, biz bərabər ifadəsindən, böyük, kiçik, bunlardan istifadə edə bilərik. Baxın, bərabərdir. Əgər yaşın 18-də bərabər olub-olmadığını yoxlamaq istəyiriksə, bərabərdirdən istifadə edə bilərik. Böyük olduğunu yoxlamaq istəyiriksə, böyükdən istifadə edə bilərik. Kiçik olduğunu yoxlamaq istəyiriksə, kiçikdən istifadə edə bilərik. 18 kiçikdir. Həmçinin eyni işarələr oxşayır. Böyük bərabərdir.
Böyük bərabər 18-dən yoxlamaq istəyirsə, o zaman böyük bərabər yazılır. Böyük bərabər yəni 18 də daxil olur. Məsələn, böyük yazanda necədir? Böyük yazanda necə idi? Böyük yazanda 19-dursa yazacaq yetkin. Amma 18-dirsə yetkin yazmayacaq. Gördüyümüz kimi. Amma böyük bərabər olanda artıq bura 18 də daxil olmuş olur. 18-i də yetkin sayır. Məsələn, baxaq. Gördüyümüz kimi yetkin. 18 də yetkin olur. Burada kiçik bərabər ifadəsi də var. Kiçik bərabərdir. Kiçikdir, həm də bərabərdir. Yəni 18-dən kiçikdir, 18-dən bərabərdirsə, ya 18-dən kiçiksə, ya 18-dən bərabərdirsə, o zaman şərt ödənmiş olur. Yəni bu formalarda yaza bilərik. Bərabərdir, böyükdür, kiçikdir, böyük bərabərdir, kiçik bərabərdir. Bir də fərqlidir var. Fərqlidir belə yazılır. Nida bərabərdir. Yəni 18-dən fərqlidir. 18-dən fərqli bir şey daxil versə, yazacaq 18-dən fərqli. Yeniləyək səhifəni. Mən yazıram 20, görürsünüz yazır 18-dən fərqli. 17 yazsam, yazacaq 18-dən fərqli. Yəni 18-dən başqa nə yazsam, yazır 18-dən fərqli. Amma 18 yazsam, heç nə, bir şey deməyəcəyim. Deyirəm, aydın oldu. Yəni, bu şəkildə də nida bərabər qoyaraq da fərqliliyi bu şəkildə yoxlamış olduq. Burada əsas bilinməli olan məqam odur ki, bayaq true false ifadələrindən bəhs edirik. Bu ifadə sonda true-ya və yaxud false-a dönüşür. Yəni, biz burada yazırıq ki, let a bərabərdir 5, B yazaq. If a böyüksə 4-dən, vurma tezdə a let OK. Bu ifadə a kiçikdir, a böyükdür 4 ifadəsi sonda true-ya və yaxud false-a dönüşür. Əgər dönüşdüyü qiymət true-dursa, əməliyyatlar yerinə yetirilir. Yəni, ifin içində true alındısa, əməliyyatlar yerinə yetirilməyə başlayır. Əgər true deyilsə, false-dursa, əməliyyatlar yerinə yetirilmir. Məsələn, biz yazırıq ki, A böyükdür 4-dən, alert OK. Burada alert OK çıxır. Niyə? Çünki 4-dən böyükdür, biz bunu məntiqi olaraq bilirik. Amma belə götürsək, alert A böyükdür 4 yazsaq, baxaq sonunda nə alınır? Gördüyümüz kimi true çıxır. Əgər OK çıxır. Əgər bu alınan qiymət true-dursa, bu əməliyyatlar yerinə yetirilir. Alınan qiymət true deyilsə, false-dursa, o zaman əməliyyatlar yerinə yetirilmir. Yəni, ona görə ilk olaraq ifə keçməzdən öncə true false-da baxdıq, bunun məntiqini anlamaq üçün ki, bunun içindəki şərt əslində true-ya və yaxud false-a dönüşür. True-dursa işləyir, false-dursa işləmir. Bu şəkildə yazırıq. Bir də if-lə bərabər işlənən else ifadəsi də var, onu da göstərək. Məsələn, let a bərabərdir prompt, məsələn, parol daxil edin. Azərbaycan paytaxtını daxil edin, belə deyək. Azərbaycanın paytaxtını daxil edin. Burada yoxlayıram. If A bərabərdirsə, Bakıdırsa, yazıram ki, alert, doğru cavab verdiniz. Doğru cavab. Else yazıram. Alert, yanlış cavab. Nədir? Bu, əgər doğrudursa, baş verəcək hadisələr göstərir. Doğrudursa, buradakılər yerinə yetirir. Yəni, adam Bakı yazdısa, true'dursa, bunun qiyməti son olaraq true'dursa, doğru cavab çıxır. True olmazsa, adam yanlış cavab verdirsə, o zaman else-dəki hissələr çıxır. Yəni, else-dəki hissə, yanlış cavab. İndi baxaq, yeniləyək səhifəni. Bakı, gördüyümüz kimi doğru cavab. Səhv bir şey yazaq, Gəncə. Gördüyümüz kimi yanlış cavab. Yəni, doğrudursa, düz alındırsa, Bakı, yəni bu hissə işləyir, yanlış alındırsa, bu hissə işləmiş olur. Gördüyümüz kimi bu şəkildə şərtləri yaza bilirik. Bundan sonra bizdə else if ifadəsi də var, ona da baxaq. Bir neçə hal ola bilər. Məsələn, tutaq ki, adam bir neçə şey daxil etmək istəyə bilər. Məsələn, yaşı, məsələn, 18. Tutaq ki, biz müxtəlif hallar var. Məsələn, yazaq let, yaş, bərabərdir prompt. Məsələn, mən yazam ki, yaşı daxil edin. Mən istəyirəm ki, 18-dən böyük olanda başqa bir şey göstərsin. 18-ə bərabər olanda başqa bir şey göstərsin. 18-dən kiçik olanda başqa bir şey göstərsin. Bu zaman yazıram if yaş böyüksə 18. Yazıram ki, alert, yetkin. Else yazsam, alert, yetkin deyil. Amma mən istəyirəm ki, 18-in özündə də başqa bir şey göstərsin. 18 olsa, yazsın ki, bir il sonra yetkin olasınız. Məsələn, burada else if ifadəsindən istifadə olunur. Else if-i if ilə else-in birbaşa arasına yazırıq. Gördüyümüz kimi, baxın, if-dən sonra else-dən əvvəl. Else if, məsələn, 18-dən böyük tutaq ki, deyək də, 18-ə bərabər, yaş bərabərdir 18-ə, burada çıxır ki, alert bir il sonra gəlir, məsələn. Bu deməkdir ki, əgər yaş 18-dən böyük olarsa, bu çıxsın, yaş 18-ə bərabər olarsa, bu çıxsın,
Yaş 18-dən kiçik olarsa, yəni bu ikisi olmazsa, o zaman bu çıxsın. Bu yetkin deyil ifadə edilsin. İndi işlədək. Məsələn, 20 yazaq. Üçü çıxdı yetkin. Gördüyümüz kimi. Səhifəni yeniləyək. 18 yazaq. Yazı bir sonra gəlir. 15 yazaq. Gördüyümüz kimi yazı yetkin deyil. Yəni, hər bir hala uyğun nəticəni bizə bu formada göstərmiş olur. Məsələn, sözlərin tərcüməsini də bu formada yaza bilərik. Təbii ki, real sistemlər belə olmur. Sadəcə nümunə olaraq göstərmək üçün yazırıq. Məsələn, let söz. Adam tutaq ki, ingiliscə sözü daxil edir. Prompt sözü daxil et. Biz Azərbaycanca onun qarşılığını göstərməliyik. If söz bərabərdirsə, Apple-dırsa, almadırsa. Biz yazırıq ki, alert alma. Else if söz bərabərdirsə, məsələn, hello-dursa, biz yazırıq alert salam. Desin, mötəzəvərin biri bağlanmadı. Hə, yazırıq salam. Else if, else, alert söz tapılmadı. Qeyd edək ki, else iflərin sayı nə qədər istəsə yaza bilər. Yəni, məcbur deyil bir dənə olsun. İkinci else if də ola bilər. Burada Apple olsa alma çıxacaq, hello olsa salam çıxacaq, olmasa da söz tapılmadı çıxacaq. Başqa bir else if-i də yaza bilərik. Else if söz bərabərdirsə, məsələn, orange, yazıram alert, portağal. İstədə indi söz Apple, alma, gördüyümüz kimi. Orange, portağal. Başqa bir şey yazsaq, yazılı söz tapılmalı. Gördüyümüz kimi bu şəkildə. Əgər söz Apple olarsa bu çıxır, hello olarsa bu çıxır, orange olarsa bu, əks halda da söz tapılmalıdır. Ümid edirəm aydın oldu. Növbəti videoda görüşənə qədər.